Bugün Prezident İlham Əliyev Qusar rayonunda da bir sıra sosial obyektlərin açılışında iştirak edib. Sentyabrın 8-də Prezident İlham Əliyev Qusar rayonuna gəldi. Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdi. Qusarda olarkən Prezident İlham Əliyev Professor Kərim Kərimov adına Hilkənd Tam Orta Məktəbinin açılışında da iştirak etdi. Təhsil naziri Mikayıl Cabbarov dövlət başçısına məlumat verdi ki, 1928-ci ildən fəaliyyət göstərən bu məktəb kəndli gənclər məktəbi kimi fəaliyyət göstərib. Bu təhsil ocağı 1973-cü ildə tikilmiş 2 mərtəbəli 14 otaqdan ibarət darıskal və qəzalı binada 2 növbədə fəaliyyət göstərirdi. Yeni 3 mərtəbəli məktəb binasının ümumi sahəsi 4,7 hektardır. Binanın foyesində Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Qusar rayonuna səfərləri, həmçinin təhsil sahəsinə göstərdikləri diqqətə əks etdirən fotolardan ibarət stend yaradılıb. 720 yerlik məktəbdə 30 sinif otağı var. 2 əmək təlim otağı, kitabxana, 350 yerlik akt zalı, idman zalı, 92 yerlik yeməkxana, 2 fizika, 2 kimya, 2 biologiya, ümumilikdə 6 laboratoriyası müasir avadanlıqla təchiz edilib.